Ekranda gördüyünüz xəritə Avropa xəritəsidir və yaxud başqa formada desək, təbii ki, burada coğrafi olaraq Avropaya aid olmayan ölkələrdə biz görə bilərik. Xüsusən Osmanlı İmperiyası və Rusiyanı nəzərdə tuturuq. Demək, Osmanlı İmperiyası sözündən siz yəqin ki, burada Avstriya Macarıstanı görürsünüz. Buradan hər halda fərqinə vardınız ki, söhbət Birinci Dünya müharibəsi ərəfəsidir, belə deyək. Yəni, bu xəritə həmin dövrə aiddir. Xəritəyə necə başlamaq lazımdır? Ümumiyyətlə, ölkələri necə tapmaq lazımdır? Birinci olaraq bir şeyə diqqət edirik. Bildiyimiz və yaxud bilinən bir ölkəni tapırıq. Daha sonra onun ətrafında fırlanırıq. Başqa formada desək, bildiyimiz yaxud bilinən coğrafi obyekti tapırıq. Belə də deyə bilərik. Başqa variantda və yenə onun ətrafında fırlanırıq. Bu nə deməkdir? Misal üçün, hər kəsin bildiyi Avropa ilə bağlı standart bir demək ərazi var. Bir dəqiqə. Demək, burada. Aha. Söhbət İtaliya ərazisindən gedir. İtaliya ərazisi. Gördüyünüz bu ərazidir. Və niyə mən bunu bu formada qeyd edirəm? Çünki İtaliya deməli coğrafi olaraq qadın çəkməsinə bənzəyir. İtaliya ərazisi. Və ona görə də bu ərazi hər kəs tərəfindən daha asanlıqla tapıla bilən ərazidir. İtaliya ilə bağlı. Burada mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Xatırlayırsınızsa, eradan əvvəl 3-2-ci əsrlərdə İtaliya və Karfagen arasında məşhur Pun müharibələri baş vermişdi. Həmin Pun müharibələri Siciliya adası uğrunda başlamışdı. Siciliya ərazisi baxın buradır. Bura Siciliya ərazisidir. Sardiniya digər adalar isə bunlardır. Sardiniya və Korsikadan söhbət edir. Karfagen isə təxminən bu bölgədə məskunlaşmışdı və müharibə bu ada uğrunda və digər adalara İtaliyanın, Romanın daha doğrusu, sahib olması ilə nəticələnmişdir. Avropa dövlətlərini necə ardıcıl yadda saxlayırıq? Baxın, bunu mən digər müəllim yoldaşımdan öyrənmişdim düzünə qalsa və hesab edirəm ki, kifayət qədər yadda qalan bir üsuldur. Eyni üsulu mən də sizin üçün tətbiq edəcəm. Bu hissədən başlasaq, birinci olaraq Portuqaliya, Pireneya yarımadası bu coğrafiyadır. Pireneya yarımadası qeyd edə bilərik. Portuqaliyadan sonra gəlir İspaniya. İspaniyadan sonra gəlir Fransa. Fransa ərazisi. Fransadan sonra gəlir Almaniya ərazisi. Düzdür, bu xəritədə biz, necə deyərlər, göstərməyə çalışacağıq tamamlamaq üçün. Söhbət Polşa ərazisindən gedir, yəni Varşavada. Bunu niyə qeyd edirəm? Baş hərfləri ilə PİFAP olaraq yadda saxlaya bilərsiniz. Portuqaliya, İspaniya, Fransa, Almaniya və Polşa olaraq, PİFAP olaraq yadda saxlamaq olar. Digər bir tərəfdən İngiltərə aydın məsələ ki, bilinən yerdə əslində çətinlik çəkmir İngiltərəni tapmaqda abituriyentlər. Fransanın yuxarı hissəsi, başqa formada isə şimal hissəsi. Bunu başqa formada yadda saxlamaq olar da. İngiltərə və Fransa daima bir-birləri ilə mübarizə şəraitində yaşayıblar, hətta orta əsrlər boyu bütünlüklə demək olar. Və xüsusən onlar arasında məşhur 100 illik müharibə adlanan hadisə baş verir. Və bunlar bir-birlərinə yaxın coğrafi mövqeyədir. Deyə bilərik, yəni Avropada yerləşir gəlmişən. Böyük Britaniya və onun yaxınlığında, qonşuluğunda İslandiya yerləşir. Ümumiyyətlə, müasir dövrdə aydın məsələ ki, Birləşmiş Krallıq olaraq qeyd olunur. Wales, Şotlandiya, İslandiya bu ərazilərdən ibarətdir. Gəlirik Fransa ərazisinə. Fransanın şimal hissəsində, belə deyək, Belçika yerləşir. Balaca bir ərazidir. Balaca bir ərazidir. Mən biraz Hollandiya ərazisindən burada girdim. Balaca bir ərazidir Belçika. Belçikanın adını biz harda rast gələcəyik? Misal üçün, Birinci Dünya müharibəsi dövründə orada mandat sistemi var. Mandat sistemində biz Belçikanın adını qeyd edirik. Ki, Belçikada mandat sahiblərindən biri olur. Və eyni zamanda Almaniya arasında daxil olduqda Fransa ilə birlikdə qoşun yeritmişlər Ruhr bölgəsində. Orada biz Belçikanın adını çəkirik. Daha çox testlərdə bu hissədə bizə lazım ola bilər. Belçikanın yuxarı hissəsində yaxud şimalında Hollandiya yerləşir. Bu da aydın məsələdir. Hollandiyanı isə biz
Azərbaycan Səfəvilər Dövləti ilə əlaqələrində qeyd edə bilərik. Misal üçün, Nadir Şahla bağlı qeyd edə bilərik. Hansı ki, Hollandiyadan Nadir Şah, mənim yadıma niyəsə bu düşdü. Deməli, hərbi donanma yaratmağa çalışmışdı və Hollandiya ilə əlaqələr yaratmağa çalışmışdı. Hollandlar müstəmləkə işğallarında adı hallanan Avropalılardandır. Onu qeyd etmək olar. Növbəti ölkə Almaniyadır. Almaniya ümumiyyətlə, yəni aydın məsələdir, ən azı 2 dünya müharibəsində iştirak etmiş bir dövlətdir. Yəni Birinci Dünya müharibəsi, yəni İkinci Dünya müharibəsi məğlub olub düzdür, amma hər halda Almaniya dünya tarixini çox ciddi şəkildə təsir etmiş dövlətlərdən, ölkələrdəndir. Almaniyadan yuxarıda biz Danimarkanı görürük, Skandinaviya ölkələri, paytaxtı Kopenhagen, İsveçi burada görürük və eyni zamanda daha şimalda Norveç, paytaxtı Oslo olmaqla biz bu ərazini qeyd edə bilərik. Önəmli ölkələrdən biri olaraq biz, yəni sırf bu xəritədə Avstriya Macaristanı qeyd edə bilərik. Almaniyadan cənubda yerləşir, gördüyünüz kimi. Amma daha sonra bu ölkələr parçalanacaq, Avstriya və Macaristan olaraq görünəcək. Onu da xüsusi olaraq qeyd edim. Digər bir tərəfdən Osmanlı bilinən yerdədir. Yəni Qaradəniz, aydın məsələdir və Qaradənizdən cənubda, yaxud Qaradənizin ətrafında Osmanlı dövləti. İndi bu xəritədə biz görmürük, yəni kəsilib həmin hissə, amma aydın məsələdir ki, Azərbaycan ərazisi təxminən bu ərazilərdədir. Yəni, bunu da qeyd edək. Rusiya aydın məsələdir, şimalda yerləşir, paytaxtı Moskva. Bu da aydın məsələdir. Osmanlı və Rusiya bizim üçün həmişə maraqlı ölkədir. Çünki demək olar ki, 200-300 il bir-birləri ilə müharibə şəraitində yaşayıblar. Bunu qeyd etmək olar. Yunanistan bu coğrafiyada yerləşir. Paytaxtı Afina və Yunanistanı qədim Yunanistan, burada Krit adası yerləşir. Biz bu barədə keçmişik, danışmışıq. Misal üçün, Serbiya bizim üçün maraqlı ola bilər. Birinci Dünya müharibəsi başlayanda, xatırlayırsınızsa, Avstriya Macaristan taxt-tacının vəliəhdi Frans Ferdinand Serb millətçi Gavrila Prinsip tərəfindən öldürülmüşdü. Bunu qeyd edə bilərik. Kiyev isə bu ərazidir, Ukrayna. Müasir dövrü xəritəsi deyil, bunu nəzərə alın. Yəni bu xəritə əsasında mən izah edirəm.